Bakıda bir ailədə faciə yaşanıb. Belə ki, Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri axtarışlara dərhal cəlb olunublar. Hadisə nəticəsində 3 nəfərin batması məlum olub. Vətəndaş 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub. İlkin yardım göstərilərək aidiyyatı üzrə təhvil verilib. 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyidi isə sahildə aşkarlanıb. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir. Doğru Xəbər Azərbaycan bildirir ki, Həmidov Əli Rafiq oğlu və Həmidov Ruslan Rafiq oğlu qardaş olublar. Xalq artisti Natiq Şirinova çox ağır itki üz verib. Doğru Xəbər Azərbaycan manşet az istinadən xəbər verir ki, məşhur nağara ifaçısının böyük qardaşı Nofəl Şirinov dünyasını dəyişib. O 62 yaşında uzun sürən xərçəng xəstəliyindən sonra ötən gün vəfat edib. Allah rəhmət eləsin. SSR bayraqları ilə yürüyüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökm çıxarıb. Günün Səsi info xəbər verir ki, həbs edilən şəxslərdən biri Səs qəzetinin əməkdaşı, sosioloq kimi tanınan Elçin Bayramlıdır. Onun barəsində 1 il 6 ay həbs qərarı verilib. Məsələ ilə bağlı sayt Elçin Bayramlının həyat yoldaşı jurnalist Lalə Mehralı ilə əlaqə saxlasa da o mövzu haqqında danışmaq istəmədiyini bildirib. Məlumat üçün bildirək ki, Elçin Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O bir sıra çıxış və müsahibələrində Sovet rejiminin müsbət xüsusiyyətlərini qabardırdı. Qeyd edək ki, Nizam rayon məhkəməsinin hökmünə əsasən Elçin Bayramlı ilə yanaşı İbrahim Əsədli və Abdullah İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.